bir üst geyimim var. Buna uyğun 2 kombin seçmişim. İndi sizə də göstərəcəm. Mən kombin olaraq belə bir ağ tişört, ağ şalvarım və belə bir qara rəngdə ayaqqabılarım var. Qol hissəsi əslində bağlıdır və düyməsi var. Mən qolunu qatlaya bilmək üçün düyməsini çıxartmışam. Məncə belə daha qəşəng görsənir. Qatlayanda daha yaxşı deyil sizcə də? Ümumi olaraq kombini sizə göstərirəm. Bunu gördünüz. İndi ikinci kombini geyinib gəlirəm. İkinci kombinim də bu şəkildə oldu. Şalvarın rənginin adını deməkdə çətinlik çəkdiyim üçün və bu rəngi də bordoya bənzətdiyim üçün şalvara bordo deyəcəm. Bordo rəngdə klassik şalvar, bordo rəngdə tişört və bordo rəngdə belə bir ketlər geyindim. Ümumi olaraq belə görsənir. Ağ kombini daha çox bəyəndiniz, yoxsa bordo kombini yorumlarda qeyd edərsiniz. Hələlik.